Dilbək deyilən sərhəd var idi. Bütün əhali toplaşdı ora. Əllərində qaçı, buşqu, nə bilim, şəlbətin gəlib sərhəddi. Heydər özü də oradaydı. Heydər Əliyevin özü də oradaydı. O vaxt Jukov var idi, generalıdır. Sərhəd qoşunlarının komandanı idi. Xəbər gəldi ki, atəş açmaq istəyirlər, əhalini ola qoymaq istəmirlər. Ondan sonra Heydər Əliyevə məlumat verəndən sonra o dedi ki, mən Jukovla danışmışam, gedin sərhədləri başlayın açmağa. Təbii ki, bu yanlışlıqdır, amma yanlışlıq da deyil. Təbii ki, bu səhvdir, amma səhv də deyil. Bəlkə bu adam doğrudan inanır ki, Əliyev onlarla birlikdə olub, sərhədlərə söküb. Mən onun bu hisslərinə hörmət edirəm. Və görürlə buna görədir ki, Heydər Əliyev muzeyində bu sənədi görəndə mən hər şeyi tamamilə özgə şəkildə qavradım. Muxtar Respublikanın adından Sovet sosialist sözlərinin çıxarılması bəndinin də daxil olduğu sənəddə ümumi mənzərə daha miqyaslıdır. Sovet İttifaqı və Azərbaycan rəhbərliyinin fitnəkarlıq, xüsusi təhlükəli cinayət kimi qəbul etdiyi bir hadisəni bayram səviyyəsinə, özü də dünya Azərbaycan türklərinin bayramı səviyyəsinə qaldırmaq heç şübhəsiz böyük risk idi. Fikir verdinizsə, sənədin ilk nüsxəsində dekabrın 31-nin dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü kimi qeyd olunması nəzərdə tutulur. Amma görünür hadisəni yalnız Azərbaycan türklərinin bayramı səviyyəsinə sıxıb sıxışdırmaq təhlükəsi Əliyevə sonradan bu məsələyə yenidən baxmaq zəruriyyəti verir. Bugün dünya Azərbaycanlarının həmrəylik günü kimi qeyd etdiyimiz bu bayram artıq onun Azərbaycan prezidenti kimi verdiyi fərmanın nəticəsidir. Yəni burada redaktə aparılıb və Azərbaycan türkləri dünya Azərbaycanları ilə əvəz olunub. Görkəmli alim, Naxçıvan Universitetinin rektoru və millət vəkili İsa Bəbəylinin fikrincə, Heydər Əliyevin bu addımı tarix və milli dəyərlər kontekstində qiymətləndirilməlidir. Azərbaycanda Sovet ideologiyası dağılandan sonra ən müxtəlif ideoloji prinsiplərin müdafiəçiləri və təbliğatçıları meydana çıxmışdı. Azərbaycanda ictimai, siyasi və elmi mühitdə nəzərə çarpan bu istiqamətlərin içərisində turançılıq, türkçülük, hətta bəzi dövlətlərlə bağlı meyillər, konkret ölkələrlə bağlı meyillər ictimai siyasi mühitin gündəliyində çox aktual yer tuturdu. Bu ideyaların bir çoxu zamanı keçmiş ideyalarıdır. Bu ideyaların bəziləri yeni dövrün reallıqları ilə qətiyyən uzlaşa bilməzdi. Çünki imperiyaların dağılma prosesinin sürətlə gediyi bir dövrdə yenidən turançılıq ideologiyasını ortaya qoymaq sadəcə və sadəcə xoş bir arzu deməkdən başqa bir şey deyildi. Bunun heç bir reallığı ortada yoxdur, ola bilməzdi bu. Bu tarixin təkərin geri dönülmək deməkdir. Bu mövcud reallıqları özünə əks etdirmir. Böyük bir ideoloji vakum var, ideoloji boşluq var. Heydər bunların hamısını üstələdi, Azərbaycan xalqının və dövlətin maraqlarını Azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyin mümkünlüyünü ortaya qoydu. Bu Heydər Əliyevin Azərbaycan xalqı qarşısında, Azərbaycan müstəqil dövləti qarşısındakı böyük xidmətlərindən biridir. Bizə məlumdur ki, hələ 19-cu əsrdə, 19-cu əsr axırlarında publisistikamızda Azərbaycan sözü ilk dəfə eşitməyə başlamışdı. Məhəmməd Şahtatinski Zaqafqaziya müsəlmanları necə adlanmalı məqaləsində 1891-ci ildə Kaspiyasında Azərbaycanlı sözünü icra etmişdi. Böyük ədibimiz Cəlil Mustafa Azərbaycanlı anlayışını publisistikadan ədəbiyyata gətirmişdi. Məncə anamın kitabı əsəri Azərbaycançılığın ədəbi manifestidir. Azərbaycançılığı siyasi mühitə gətirən isə Azərbaycanın bütün tarix ərzində Azərbaycançılığı siyasi mühitə gətirən, onu vahid milli ideologiya kimi meydana qoyan görkəmli dövlət xadimi Heydər Əliyevdir. Heydər Əliyevin ən çox sevdiyi şair mənim aləmimdə Hüseyin Cavid olmalıydı. Onun böyük Cavidi nə qədər qiymətləndirdiyini bilirdim. Amma onun 12 suala 12 cavab adlı müsahibəsində verdiyi cavabda başqa bir adamın adı çəkilir. Şəhriyar. Bax, mən bunu bilmirdim. Şəhriyarı görünür o, Heydər Babiyə görə sevirdi. Cənub Azərbaycanın həsrətini üzündə daşıdığına görə sevirdi. Araz isə həmişəki kimi axır, zaman çayı kimi. Burada bir dəfə girən bir daha girmir. Çünki o artıq həmin Araz olmur, o Araz artıq axıb gedib. Ortadakı əl isə bugün də qalır. Həmrəyliyə səs verirmiş kimi. Dünya Azərbaycanlarının birliyinə səs verirmiş kimi. Zamanı, zaman çayını saxlamaq üçün əl qaldırmış sərnişin kimi.